Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecahum. İslam Peygamberi sallallahu aleyhi ve alihi ve sellem buyurur. İnne hâzihil kulûbe testa'u kema yesta'ul hadid. Qîle femâ celâuhâ. Qâl zikrel mevt ve tilavetul Kur'an. Əziz İslam Peyğəmbəri buyurur ki, həqiqətən bu Qur'an qəlbləri rəngarəngidir. Yəni qəlblərə səfa bəxş eləyir, qəlblərə nuraniyyət əta eləyir. Ardıca buyurur ki, kəma yesta'ul hadid. Necə ki, dəmiri bir rəngli bir şeyə salarsan, o dəmir rəngə boyanar, həmən rəngi alar. Qəlb də hər bir müsbət və mənfi şeydən təsirlənir, rəng alır. Sual edirlər əziz Peyğəmbərimizə ki, necə edək qəlbimiz ilahi rəngə boyansın, ilahi rəng alsın? Əziz Peyğəmbərimiz buyurur, zikril mevt və tilavetul Kur'an. İki şeyi sizə tövsiyə edirəm, nəsihət edirəm. Ölümü yad eləmək, ölümü xatırlamaq və Quran oxumaq, Quranı tilavət eləmək. Bu iki şey sizin həyatınızda qəlbinizin səfalı və nurani olmasına səbəb olar. Və başqa bir hədisdə əziz Peyğəmbərimiz buyurur ki, Lə təğful ən qiraətil Quran. Quranı tilavət eləməkdən, oxumaqdan qəflət eləməyin, unutqanlıq eləməyin. Fə innəl Qur'an yuhyil qəlb. Qur'anı tilavət eləmək, Qur'an oxumaq ölmüş qəlbi dirildər. Ölmüş qəlbə həyat bəxş edər. Və yənhə anil fəhşai vəl münkər vəl bəği. Və Quran oxuyan şəxs, Quran insanları pis və çirkin işlərdən uzaq edər, çəkindirər. Və başqa bir hədisdə əziz Peyğəmbərimiz öz əziz səhabəsi Salman Farsiyə tövsiyə eləyir. Buyurur, ya Salman, əleykə bi qiraətil Qur'an. Quranı oxumağı sənə sifariş eləyirəm. Sənə mübarək olsun Quranı tilavət eləmək. Fə innə qiraətu kəffərətuz zunub. Həqiqətən Quran tilavət eləmək günahların bağışlanmasına səbəb olar, günahların kəffarəsidir. Və sətrun finnari və əmanun minəl əzab. Və Qur'anı tilavət eləmək cəhənnəm odunu insandan uzaqlaşdırar, cəhənnəm odunun üzərinə pərdə atar, insanı ilahi əzabdan qurtarar və insana gözəl iman bəxş edər. Bu bizim əziz İslam Peyğəmbərimizdən Quranın tilabəti barədə olan möhtəşəm və gözəl qəlb oxşayan mübarək hədisləri. Vəssalamu aleykum və rəhmətullah.